Şeytan Allahın əmrindən niyə çıxdı? Çünki təkəbbür elədi. Özün böyük gördü. Baxın, bəziləri deyir, bir nəfər cəhənnəmi görsə təkəbbür eləməz. Cəhənnəmi görsə təkəbbür eləməz. Maraqlı budur ki, cəhənnəmi görən insan da təkəbbür edir bəzi vaxtı. Necə? Çünki təkəbbür elə bir xəstəlikdir ki, əgər onun virusu düşdü insanın canına, insan hətta həlak olan yerdə belə o təkəbbürü sındırmır. Ələlxüsus övliyaların qapısında. Baxın, Həzrət Nuh məsələsini yada salın Quranda. Həzrət Nuh tufan gəlir, başlayırlar insanlar batmaya, həlak olmağa, Həzrət Nuh gəmi ilə gedir. Neçə dənə mömin və heyvanlardan da qoyurlar o gəmiyə. Onlar o tufanda hərəkət edir, amma digər insanlar qərq olur. İman gətirməyənlər qərq olur. Maraqlı budur ki, orada Həzrət Nuh oğluna deyir, sən əlvi ver mənə. Əlvi ver mənə, xilas ol. Amma orada Həzrət Nuhun oğlu nə edir? Özünə nə reaksiya göstərir? Həlak olan halda belə yenə təkəbbür göstərir. Yəni, qardaş sual verdi ki, şeytan niyə Allahın əmrindən çıxdı? Çünki təkəbbür elədi. Məgər Allahın əzəmətin görə cəhənnəmin vədəsini bilə niyə təkəbbür edir? Çünki təkəbbür elə bir xəstəlik ki, o gəldi artıq insan həlak olmaqla razıdır, amma nicat tapsın, yox. Eynən bizi nəyə bənzəyir? Bir nəfər bir qonşusu ilə davadalaşı var idi, qonşusunun paxıllığını çəkirdi, istəmirdi qonşusu qabağa gedə. Tərsinə qonşu da çox qabağa gedirdi, inkişaf edirdi. Bu adam paxıllıqdan bilmirdi, necə etsin ki, bu qonşuya zərbə vursun, gəlir öz nökərinə deyir, nökər, götür məni bıçaqla öldür, mənim ölümümü yıx qonşunun boynuna. Bəzi vaxt insan paxıllıq, təkəbbür o qədər çətin bir xəstəlikdir ki, insanın qəlbinə düşsə o virus, insan həlak olmağına razıdır, amma razı deyil ki, təkəbbür etdiyi tərəf, onun paxıllığı etdiyi tərəf qabağa gedə, inkişaf edə. Əsl iman buradadır. Allah Teala bu imanı üzə çıxartmaq üçün, nə edir? Bəzən insanları bu cür çətinliyə salır, bu cür çətin vəziyyətlərə salır ki, insanın imanı üzə çıxır. İnsan dəqiq harda imtihan olunur? Allahın vəlisindən itaətdə. Elə ki, Allahın vəlisi gəldi, insana əmrlər elədi, insana göstərişlər verdi və bir növlə insanın həyatına müdaxilə elədi. Oradadır ki, artıq insan ağılla 2 dəfə 2 qəbul etdiyi o məsələni 2 dəfə 2 4 edir. O cür məsələni başlayır neynəməyə? Qəlbən inkar etməyə. Odur ki, Tohid bəhsimizin 12-ci imam zuhurla sıx əlaqəsi var. Biz həqiqi müvəhhid o vaxt ola biləcək ki, yer üzündə Allahın hakimiyyətin mütləq şəkildə qəbul edə bilək ki, İmam Zamanın zuhuru ilə həyata keçəcək. Təbii ki, o zuhura çatmaq üçün də müəyyən şərtlər var.